Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə bugün Yeni Bakı Yaşayış Kompleksinin düz arxasında şəxsi tikili 6 sotda, kupçalı 8 otaq belə bir malikanəni sizə təqdim edirəm. Dəyərli izləyicim bunu şəxsi özü üçün inşa etdirib. Özü bir müddət var, xeyr, yəni yeni tikili deyil, oturuşmuş evdir. Çox gözəl bir evdir. Şəxsi tikili 6 sotda, bax, bağın, bağçın, nə bilim, qarajın, hər bir şey evdə mövcuddur. Kərbəlayı, gəl bir dənə bunu da göstərim dəyərli izləyicilərimə. Ondan sonra keçək evin içinə. Bax, həyətdə basenin, həyətdə besetkun, nə bilim, kombi sistemi ayrı-ayrılıqdadır hər mərtəbənin. Qiyməti də çox gözəl, çox sizin cibinizə uyğun bir qiymətdədir. Evimiz də 24 saat kamera nəzarətindədir. Yəni şam ağacları da. Elə bunlar şam ağacları nə idi üçün deyər. İndi daxil olaq evimizin içərisini müştərilərimizə göstərək. Gəl. Ya Allah, Kərbəlayı. Deməli daxil olandan sonra burada yəni bir dənə qapı var ha, bu belə. Düşdün. Götən daxil olduq birinci mərtəbəmizə. Bura bizim hol hissəmizdir, birinci mərtəbədə olan. Evimizin kvadratını nəzərinizə çatdırım. Evimizin ümumilikdə kvadratı Kərbəlayı 450 kvadratdır. Maşallah, zala bax. Allah cəmi arzusunda olanlara belə bir ev qismət eləsin. Zalımız nə qədər bir 40 kvadrat olar, çox böyükdür zalımız. Bir şey ki 3 dənə lüstr var zalımızda. Dəyərli izləyicəm, bu evi həqiqətən əldən qaçırmayın. Evimizdə qismən əşyalı satılır. Yəni əşyaların demək olar əksəriyyəti qalır. Yenə nəzərə çatdırıram. Evimiz 450 kvadrat, 8 otaq, kupçalı, Yeni Bakı Yaşayış Kompleksinin düz arxasında, Masazırda. Bu da bizim birinci mərtəbədə olan hamam sanuzeldir. O da isti poldur, ayağımın altı istidir. Hə, bax, o bizim sanuzelimiz, o da bizim hamamımız. Qoy dəyərli ana bacılarımızı intizarda saxlamayaq, Kərbəlayı. Bu da bizim belə bir gözəl, dəyərli ana bacılarımızın ən çox vaxt keçirdiyi belə bir mətbəx hissəmiz. Özü üstündə də dolma pişir, dolmanın iyisi mənə də valeh elədi burada. Allah dəyərli izləyicinin malına bərəkət versin inşallah. Bir dənə düşək deyirəm, bura ikinci mərtəbədə, yuxarıda üçüncü mərtəbədə, orada göstərəcəm. Aşağı hissəndə sizə video roliklə göstərim. Dəyərli izləyicilərim, bu dayandığım yer ikinci mərtəbəmizin balkon hissəsi. Gör nə yekə balkon var. Kərbəlayı göstər bax. Elə səhər-səhər çıxıb belə bu havada elə bu şam ağacının bir dənə havasını alsın elə. Nə edisin? Dəyər. Deməli, ikinci mərtəbəmizin pilləkənlərinə qədər yəni betondandır. Betondandır. Deməli, gəl. Hardan başlayaq? Gəl bu ikinci mərtəbəmizdəki. Bax, burada da hamam, sanuzel. Elə birinci mərtəbə ilə eynidir demək olar ki, hamam sanuzelimizin böyüklüyü. Sadəcə olaraq rəngləri fərqlidir. Bax, buradan da gəl bir dənə qoy, göstər, bax, burada zaqqüzünə qədər qoy, görsünlər dəyərli izləyicilərim. Və buradan da daxil olaq bir-bir otaqlarımızı göstərək. Bu bizim növbəti bir otağımız. İkinci mərtəbədə olan. 4 dənə otağımız var. Evimiz ümumilikdə 8 otaq və bir qarajdan ibarətdir. Deməli, burada növbəti bir otağımız. Canım sizə desin. Burada sağda növbəti bir otağımız. Körpə balalarımız nəzər tutulmuş. Böyük belə bir detski otağımız. Burada da belə deyək, növbəti 8-ci otağımız. Evimiz kupçalıdır. Yenə nəzərə çatdırıram. Yeni Bakı Yaşayış Kompleksinin düz arxasında. Bax, binanı bir dənə göstər, bir dənə birə qoy Kərbəlayı, bax. Bax, binalar deyil, görsən. Düz Yeni Bakının arxasında. Bu ev 6 sot, kupçalı, 8 otaq, şəxsi tikili, 3 mərtəbə, cəmi cümlətanı
250 min manat. Real alıcı ilə də inşallah aşağı-yuxarı qiymətdə danışıq olacaq. Allah alanı da, satanı da xeyir versin inşallah. Biz də 114 əmlak olaraq daim hər birinizin xidmətindəyik inşallah.